Klinik tədqiqatlar necə təşkil edilməlidir? Klinik tədqiqatlar tibb elminin inkişafında aparıcı qüvvədir. Lakin bu amildən sui-istifadə edib insanlar üzərində qanunsuz eksperimentlər aparmaq olmaz. Mütləqdir ki, insanların müalicəsi təsdiq edilmiş yerli və beynəlxalq klinik protokollar əsasında icra edilsin. Bu tələblər dərman vasitələrinə də şamil edilir. Bu haldan kənara çıxma isə pasiyent hüquqlarının pozulmasıdır. Bəs klinik tədqiqatı başlamaq üçün nələr vacibdir? Klinik tədqiqatın aparılması üçün İlk öncə sənədlər Səhiyyə Nazirliyinə təqdim edilməli və müvafiq icazə alınmalıdır. Tədqiqat aparılan tibb müəssisəsində tədqiqat qrupu yaradılmalı və ona nəzarət üçün lokal etik komitə formalaşdırılmalıdır. Tədqiqatda iştirak edən şəxslərə bütün risklər barədə məlumat verilməli, onların həyat və sağlamlığı sığortalanmalıdır. Ancaq bundan sonra tədqiqat mərhələli şəkildə icra edilərək nəticələri məruz edilməlidir. Tədqiqatın nəticəsi müsbət olduğu təqdirdə onun praktiki tibbi tətbiqi barədə qərar qəbul edilə bilər. Bundan kənara çıxma isə qanunsuz klinik tədqiqat hesab edilir və hüquqi məsuliyyət yaradır. Klinik tədqiqatlar tibb elminin inkişafı ilə sıx bağlıdır və bu sahədə peşəkar xidmətlərimizi təklif etməyə hazırıq. Tibbi mübahisələr üzrə ixtisaslaşmış vəkil Tural Musayev.